Hamıya salamlar. Kanalımıza xoş gəldiniz. Bugün sizlərə 2023-cü ildə tərəzi bürcünü nələrin gözlədiyini təqdim edəcəyik. Kanala abunə olmağı, videonu bəyənməyi unutmayın. Xoş izləmələr. 2023 bürc yozmaları hər il bütün insanların maraqla gözlədiyi xəbərlərdən biridir. Astrologiya bir elmdir. Bu elm çox insanın diqqətini çəkir. Bürclərlə maraqlanan düşünüləndən çox sayda insan vardır. Hər gün bürc yozmalarını oxumaqla yanaşı il boyu bürcünün nə gözlədiyini bilmək istəyən astrologiya həvəskarları üçün bu il üçün olan tərəzi bürcünü nələr gözlədiyini təqdim edirik. 2023-cü il tərəzi bürcü nümayəndələrinin uğurlu ili olacaqdır. Bu il şans sizin üzünüzə güləcək. Bu ildə tərəzi bürcündə diqqəti çəkən ilk şey xəyallar gerçəkləşməsidir. Artıq illərdir xəyalını qurduğunuz şeyləri ala biləcəksiniz. Bu uzun müddətdir arzuladığınız ev və ya maşın ola bilər. Bu ilin ən şanslı bürclərindən biri sizsiniz, lakin tərəzilər üçün maddi uğurlar sevgi həyatındakı kimi olmaya bilər. 2023-cü ilin aprel ayından etibarən siz ailə və yaxud sevgi münasibətləri ilə bağlı mühüm qərarlar qəbul edəcəksiniz. Cütlər mövcud bağları dərinləşdirmək və birlikdə stresli vaxtlardan keçmək şansı əldə edəcəklər. Subay tərəzilər isə uyğun tərəfdaş tapmaq imkanlarına sahib olacaqlar. Tərəzi bürcləri eşq həyatında çətin bir prosesə girə bilər. Sevgi münasibətlərinin sınaqdan keçirildiyi bu dövrdən çıxmaq yalnız tərəzi bürcünün fədakarlığından və səbrindən asılıdır. Buna görə də çox götür-qoy etməli, düzgün qərarlar verməlisiniz. Bu, əlaqələri gücləndirməyə kömək edəcəkdir. Evi daha yaxşı bir yerə çevirmək, həyatı daha zövqlü etmək səyləri tərəfdaşınızla diqqət mərkəzində olacaq bir mövzu olacaq. İş baxımından artıq ilin əvvəlində çox güman ki, şəraitinizdə ciddi dəyişikliklər olacaq. Bəzi tərəzilər üçün bu, evinizdə və ya sağlamlığınızda yaxşılaşma ilə bağlı olacaq. Tələsik qərarlardan qaçınmalısınız. 2023-cü il tərəzi bürcləri üçün karyerada da böyük uğurlar gətirir. Diqqət etməli olduğunuz ən əhəmiyyətli şey xəyallardan uzaq olaraq düzgün planlar qurmaqdır. Əks halda maliyyə itkiləri yaşaya biləcəyiniz. Daim ola biləcək riskləri nəzərə alın. Karyeranızda dəyişiklik etmək istəyirsinizsə, apreldən sonra bunun üçün uyğun görünür. Tərəzilər üçün 2023 ailə daxilində əlaqələrin gücləndirilməsi, onun qorunması və möhkəm təməllərin qoyulması baxımından çox əhəmiyyətlidir. Tələsik qərarlardan qaçmalı olan tərəzilər bu il daha çox düşünməlidirlər. Ulduzlar göstərir ki, ilin əvvəlində tərəzi bürcü altında doğulanlar arzuladıkları evi və ya avtomobili almaq fürsəti əldə edə bilərlər. Rifahınız artacaq, bütün bunları çəkdiyiniz və göstərdiyiniz əziyyət və əzm hesabına başa gələcək, sevgi münasibətləriniz sınağa çəkiləcək. Əgər partnyorunuza sadiq qalsanız, bağlılığınız güclənəcək, əks halda ayrılıq riski var. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.